Gecənin sükutunda bir insan yaşayırdı. Çox bilən, amma heç nə hiss etməyən bir insan. Onun adı Faust idi. O ömrünü həqiqəti axtarmağa sərf etmişdi. Lakin tapdığı hər cavab içindəki boşluğu daha da böyütmüşdü. Bir gün qaranlıq ona yaxınlaşdı. Mefistofel. Vədlərlə dolu, amma əvəz istəyən bir kölgə. Faustdan müqavilə bağladı. Əgər o bir anlıq xoşbəxtliyi tapıb onu saxlamaq istəsə, ruhunu itirəcəkdi. Zaman dəyişdi, həyat rəngləndi. Faust Gretchen adlı saf bir qızın sevgisində xoşbəxtliyi axtardı. Amma bu sevgi bir qəlbi xilas etmədi. Əksinə onu sındırdı. Faust yoluna davam etdi. Arzuların arxasınca getdikcə anladı ki, insan yalnız özü üçün yaşadıqca heç vaxt tamamlanmır. O dəyişdi. Anladı ki, həqiqi xoşbəxtlik almaqda deyil, başqalarına işıq olmaqdadır. Və sonda o xilas oldu. Çünki insanı xilas edən səhvsiz olmaq deyil, doğru yolu axtarmaqdır.